Buyurun. Öncə soruşmaq istəyirdim. Sosial tərəfdaş endirimləri nədir? Məsəl üçün, mənim xəbərim yoxdur. Bilmirəm, Vüsaləmin xəbəri var ya yoxdur. Sosial tərəfdaş. Bu haqda bir öncə bizə məlumat verək, daha sonra bu ümumiyyətlə neçə müddətdir ki var, neçə müddətdir fəaliyyət göstərir və ümumiyyətlə bu layihə haqqında biz məlumat verək. Baş üstə, ilk olaraq sosial tərəfdaş layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüslə yaradılmış bir layihəlıq platformasıdır. Həssas qrup şəxslərin, belə deyək, maddi gəlirlərinə müəyyən qədər güzəşt və endirimlərin tətbiq olunması barəsindədir. 2023-cü ilin oktyabr ayından fəaliyyət göstərir. Bu həssas qrup şəxslər kimlərdir, onları açıqlamaq istəyərdim. Bizim pensiyaçılarımız, şəhid ailələrimiz, qazilərimiz, veteranlarımız, ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondundan sosial müavinət, ödəniş alan bütün şəxslər bu layihədən yararlana bilər, istifadə edə bilər. Onlar müəyyən xidmət sahələrindən, apteklər, klinikalar, marketlər olsun, xidmətdən yararlandıqdan sonra sırf o şəxslər, imtiyazlı şəxslərə güzəştlər və endirimlər tətbiq olunur. Layihənin əsas məqsədi bundan ibarətdir.